Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması davam edir. Bugün səhər saatlarında Biləcəri Dəmir Yol Vağzalından yola salınan 7 vaqon taxıl Ermənistana çatdırılması üçün göndərilib. Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib. Yeni logistika marşrutu ilə həyata keçirilən bu daşımalar regionda nəqliyyat əlaqələrinin tədricən aktivləşdiyini göstərir. Məlumata görə bugünə qədər tranzit olaraq bu nəqliyyat marşrutu ilə 20 min tondan çox Rusiya taxılı Ermənistana yola salınıb. Daşınan yüklərə bu partiyada 7 vaqon olmaqla ümumi çəkisi 488 ton olan taxıl daxildir. Biləcəri Böyükəsi marşrutu ilə yola salınan yüklər Gürcüstan ərazisindən tranzit Ermənistana çatdırılacaq. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl, 610 ton gübrə daşınıb. Həmin yüklər ümumilikdə 310 vaqon vasitəsilə təyinat nöqtəsinə çatdırılıb. Məlumat üçün bildirək ki, Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü də davam etdirilir. 3 gün öncə 31 vaqon olmaqla 1984 ton dizel yanacağı Bakıdan Ermənistana yola salınıb. Azərbaycan Ermənistan arasında təkcə logistik yüklərin daşınması deyil, eyni zamanda son vaxtlar ölkəmizin Ermənistana kommersiya məqsədi ilə satışını həyata keçirdiyi neft məhsulları onu deməyə əsas verir ki, bu təkcə enerji tədarükü deyil, həmçinin regionda nəqliyyat kommunikasiya əlaqələrinin güclənməsinə də bir töhfədir. Hatırladaq ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.